ən çox demək olar ki, hər kəsin eşitdiyi bir kitabdır və istəyərdik Qədim Tiflisin, eyni zamanda Qədim Tiflis baxırıq Qədim Tiflisin mühiti, oradakı arxiv sənədləri, fotoşəkillər geniş materialdan ibarətdir. Bu kitab haqqında siz istəyərdik ki, qısa özünüz danışasınız. Bir yazıcı olaraq əslində Qədim Tiflisi yazmaqla, bu toponimləri insanlara çatdırmaqla, oxuculara, ictimaiyyətə nələr, yazıcı olaraq nələr deyirsiniz? Düzü mən Tiflisdə anadan olmuşam. Siz Marnevolda böyübsəm də, yəni mən əslən Tiflisliyəm. Və bu içimdə olan narahatlıq, Tiflis haqqında mövzu yazmaq həmişə məni narahat edib. Və gənclik yaşlarımla müəyyən bir dövrlərdə, yəni hər addım başı Tiflisin hər bir küçəsindən gedərkən, yəni onun hər bir küçəsindən, sonra güclərdə var, küçəbənd deyirlər. Biz onu işlətmirik, gör nə gözəldir. Küçəbənd deyirik, amma küçəbənd demirik. Küçəbənd, yəni bir-birinə kəsişən küçələr. Onların hamısından gəzmişəm və aramışam məqsəd nədir? Onların mənası nədir? Bu ad hardan gəlir? Və bunun haqqında balaca bir yazı yazdım. Bu yazı yazdım, apardım, Marneolaya verdim, orada bir qəzet çıxırdı, bir jurnal çıxırdı. Onlar itirdilər, elə həvsləndim ki, nəysə, dedim ki, şey nəysə, yenidən yazalım. Yazdım yenidən yazdım. Sonra o faktları, belə deyək ki, həm də təhlil elədim. Burada bir toponimikanın variantları var. Məsələn, bir alim başqa cür deyir, o birisi alim başqa cür deyir. Mən onu tam izah edirəm, arqumentlərlə ki, mən daha doğruyam. Qaldı şəkillər, qaldı həmin mövzuya aid Azərbaycan ədəbiyyatında olan yazıçıların, belə mütəfəkkirlərin xatirələrini də əlavə eləmişəm o hadisələrə daha dolğun olması üçün. Təkcə toponimika məsələsi deyil. Yəni bunlar daha da geniş oldu. Kitab əmələ gəldi, çox normal bir kitab alındı. Məsələn, biz belə deyək ki, Qədim Tiflisin məsələ Ortacala. Ortacala əvvəllər bəzən güclər izah edir ki, orta iki cala. Amma əslində vaxtilə kür iki qolla gedilmiş. Və aşağıda geç, indi su elektrik stansiyası tikildiyinə görə onların ərazinin çoxsa altda qaldı. Sonra təzədən yol çəkildi. Yol çəkiləndən sonra o vaxtlar Ağa Məhəmməd Şah Qacar nümunə gətirib. Ağa Məhəmməd Şah Qacar Tiflisə gələndə mütləq çaydan keçməli idi. Yəni nə gətirim? Yəni Ortacala həmən o deməkdir. Yəni iki çayın ortası, orta calalıq. Bizim şivəmizdə də var, bizim ləhcəmizdə də var ki, calalıq nədir? Calıya getmək, elə mən o vaxtları diplom işimi də həmən o toponimikadan yazmışam. Tiflisin bu illər ərzində, bu abu-havasında nələr dəyişdi və bu sizin kitab bu abu-havanın hansı mərhələsindədir? Siz də bayaq qeyd elədiniz ki, ümumiyyətlə hər dövrün özünün bir zəlzələsi olur və bu konkret hansı dövrdədir və indiki bu Qədim Tiflislə indiki və bu kitabla indiki Tiflis arasında məsafələr uzaqlaşır, yoxsa necə? Hə, aydındır, çox gözəl. Vaxt belə də ki, Şevarnazinin vaxtında o dövrləri deyirəm. Ondan əvvələ qalanda Qədim Tiflisdə yəni qaladır, nədir? Qəl'ə. Suriya sözüdür. Yəni qəl'ə. Rusda da aqaradit, yəni hasarlanmış bir yer. O qalanın ətrafında olan da qala ətrafı məhəllələr hesab olunur. Əsasən bu qalanın ətrafında bizim soydaşlarımız yaşayır.
Yəni şeytan bazarıdır, meydandır, belə deyək, Xarput, Seyidabaddır, o hissələrdə. Azərbaycanlılar olub. Amma qaldı körpüdən o tərəfə ermənilər olub. Ermənilər. Vaxtilə onların arasında dava olub. 1905-ci ildə dava olub nəysə. Hə. Yəni koloriti, o qədim Tiflisin koloriti bizim soydaşlarımız olub. Elə Puşkin gələndə hamama orada burnu kəsik Hasan Kisəçi ona kisəli edir. Yaxşı da bir mahnı oxuyur. O xatirəsində yazıb o. Puşkin yazıb onu. Hə, o Hamamlar məhəlləsi də bir ayrı məhəllədir. Sonra gedir oradan o tərəfə Virana bağı. İndiki 73 nömrəli məktəbin alt yanı. O hissələ Virana bağı olur. Çünki oraya elə vaxtdır ki, gecə vaxtı heç kim qorxulardan gedə bilmirmiş, gələ bilmirmiş, quldurlar, radar qavanı kəsilmiş eləmiş. Ona da Virana bir yer deyirdi. Qaldı o vaxtlar bütün Zaqafqaziyanın mərkəzi Tiflis olduğundan Naxçıvandan da axın var idi. İrandan da axın var idi. Yəni bütün bu Azərbaycandan da axın var idi. Yəni belə götürək ki, bura mədəniyyətin qovşağı, mərkəzi olduğundan bura toplaşırlar. Ona görə də Tiflisin müəyyən mənada siması yarandı. Bizim soydaşlarımızın varlığı ilə. Kommunistlər hakimiyyətdə Şevarnazinin başlığından. Bütün leçelicə olan Kürdləri, Azərbaycanları köçürdü var getiliyə. Köçürdü getdi. Orada öy verdik, buradan yox elədi. Səbəb bunların səbəbi sana deməz ki, səbəbi nədir? Yəni şəhəri təmizləmək. Şəhərin sivamı başqa millətlərdən təmizləmək. Əvvəllər qədim Tiflisdə addım başı çayxana, meyxana olub. Və türklər də gəlib orada. Kitabımda var, müəyyən bəzi nüanslar var. O körpü başında gəlirlər. Polisində yazmışam ki, orada Sadıq kişi gedir oraya, sonra oturur orada, açlıq gəlib İrandan, qulaq asır, sonra da çağırırlar İraqlı. O vaxtda Çarın sarayı, indiki, bax körpü var ya, belə biraz gedirsəm, indiki jurnalistika ofis var indi, hə, köhnə ofis. Kartulu Sinemanın köhnə ofisinin üst yanında bağ var. O bağın altı vaxtilə orada olub, Çarın sarayı olub. Çarın sarayı. Orada vaxtilə də o köçdü, Arçilin vaxtında orada öz həyətində məscid inşa edir. Mənim Şardinin şəkili var, Şardinin qravurası var, kitabımda var o. Deməli, indiki məscidin üst yanında türklərin məscidi olub. Türklərin məscidi olub. O aşağı, onun şuruf var. Nadir Şah şuruf təzən tikilib. Sonradan onun da şuruflar indi onun mən son şeylərdə onun şəkillərini vermişəm. Nətər uçurulub və yaxud nətər qurulub üstündə nətər şey olub, onun hamısını şəkillərlə. Yəni elə belə nağlı kim, yox kim, belədir, nəysə. Tiflisdə daha ziyalı qalmadı. Yoxdur. Barmaqla sanıyır. Bir alıdır məsələ, o da xəstədir. Xəstədir. Yəni olan bir məsələ, Valih vardı, rəhmətə getdi. Yəni savadlı bir ziyalı idi. Yəni İmir köçdü Bakıya. Yəni Tiflisdə, yəni Gülşən qəzetində də belə götürək ki, o da heç paraqrafdır. Gəlib ora qovurlar onu, redaktor, paraqraf. 2 dənə cümlə yazan biri. Qabaqdan kommunistlərin vaxtında idi. Qlavraşçını gətirirlər, müəllimi qlavraşçı qoyurlar. Təhsilinə qoyurlar. Belə şeylər çox olurdu. O qəzetdə də, yəni o qəzetdə də bir şey də deyil. Nədir yazdıqları? Özlərinin bir
mövqeyi yoxdur. Yaxşı 41 plan 51% sənə dövlət verirsə, 49% sənin 30%, 10% sən bir sözünü de də. Sən də işte xalqın sözünü de də. Köçürürsən oradan internetten götürürsən onda bunu hazırladı. Bu da mənim redaktorum. Biz 20-30 il bundan əvvəlki Gürcüstan Azərbaycanlılarla ədəbi mühiti ilə indiki ədəbi mühiti müzakirə etsək və müqayisə belə etsək, yaxşı müsbət tərəflər nələr var? Yəni daha inkişaf edir nələrsə də, yoxsa o kaloritlər itir, o keyfiyyət itməyə doğru gedir? Əslində maraqlı sualdır. Əslində Sovetin vaxtında ədəbi mühit var idi. Var idi. İnandırın, məsələ, rəhməti Cəfəri də hələ dili bilmirdi, Azərbaycan dilini və yaxud poeziyanın xəbəri yox idi, marağı var idi, cəhamatı yer də yox idi. Klubun, Nəriman klub deyirlər, o liseycilərin üç yanında, orada bir onun həyətinə toplaşırdılar. Orada müzakirə edirlər ədəbiyyatı, söhbət edirlər. O vaxt var idi. O vaxt, məsələ, Əzim İsmailli, Vəli Əliyev. Əzim İsmailin çox xidməti var. Almanaqla buraxırdı, Danlıcı buraxırdı. Üç ciltlik almanaq buraxdı. Bütün borçlarda olan yazarların hamısının orada yazıları var. Yəni o vaxt var idi. Həm də sistem elə idi ki, yəni doğrudan da talanta imkan var idi. İndi yox baba. İndi mən nə eləmişəm, öz hesabıma, öz parama, öz xərcimə və yaxud kiməsə bir dostuma deyirəm, mənə bir hörmət elə, belə. Yəni, bu tamam öz hesabıma eləmişəm. Məsələn, bunu zamanında bundan əvvəl çıxanı Qənirə elədi. Qənirə, rəhmətlik Qənirə Paşayeva öz hesabına elədi. Redaktora da $500 vermişdi o vaxtları. İndi $500 bir maşın almaq olur. Yaxşı yazan, düz yazan acından ölməlidir. Əgər sən dövləti məddah edirsənsə, dövlətə yaltaqlıq edirsənsə, sən yaxşı yaşaya bilərsən. Məsələn, Azərbaycanda Rəşad Məcid ki nə ki bilmir, şeir nədir bilmir. Həm Yadşatvan katibidir, həm də jurnalistika Amaşov beşlərdən çıxartdılar, onun yerinə oldu. Hər yerdə ki, bir jurnal, bir qəzet də buraxır. Bu hər yerdə özü də bir dənə şeir yazır, nə qafiyə var, nə bir uyğun var, nə söz var, bir dəfə yazmışdım. Hamısı nə gözəl şeirlər. Hanı? Poeziyada sən tanımırsan axı. Bax, belə insanlar, tərif. Niyə məsələ Azərbaycanda Şaiq var idi. Bir otaqda öldü. Məsələ, Azərbaycanda canlı ensiklopediyadır. Əlisə Nicat. Əlisə Nicat canlı bir tarixdir. 100-dən çox əsəri var. Fəlsəfənin tarixini yazıb. Azərbaycanda heç bilmirlər. O, nə qədər romanları var. Bir dəfə o kəramət var. Ortaya düşüb, biraz da pul verirlər. Gəh o belə vurur, nala vurur. Deyir ki, deyirəm, bala yetərdən sana verirlər, bəsdir. Atama verirlər 33 kitabı çıxıb. Dedim, Əlisə Nicatının dedim 100 kitabı çıxıb. Onda gərək 3 ölçməlidir ona. Nə olan şeydə? Yetərindən bəsdir. Arada sıra hökumət dedə söy ama ip məsələsi var. Özünün dediyi kimi. Belədir. Anar yerisini yeriyə bilmir. Bu nə yazır? Bir halda ki yazıcı, hansı ki müdrik bir yazıcı deyir ki, yaşadığın mühitin, kasıbın dərdini yazmırsan, sən yazıcı deyirsən. İkinci İraqli və Xuduborçalı haqqında səhv etmirəmsə, bu yəqin ki, yeganə Azərbaycanlı mənbəsi olacaq Xuduborçalı haqqında. Çünki biz Xuduborçalı haqqında əsasən bütün məlumatları yalnız Gürcü dilində oxuyuruq və Wikipedia var. O da Azərbaycan dilində əsasən Gürcü məqalələri üzərindən tərcümə olunub və müəyyən Gürcü tarixçilərinin Xuduborçalı haqqında fikirləri və s. Xuduborçalı ümumiyyətlə bu kitabda sizin kitabda hardakı qeyd eləyibsiniz. Əslində Xuduborçalı kim olub və
Gürcüstan Azərbaycanlılarının, ümumiyyətlə Gürcüstan tarixinin demək olar necə bir hissəsi olub? Çünki bəziləri onu qeyd edir ki, Xudu-Borçalı sadəcə fəhlə olub, bəziləri qeyd edir ki, əslən Borçalıdan olmayıb, başqa bölgədən olub. Ümumiyyətlə biz Xudu-Borçalı haqqında real məlumatı necə bilməliyik? Təbii ki, onun fəhlə olması, sərkərdə olması, hansı ailədən gəlməsi bizim tarix üçün, kimlik üçün önəmli bir məsələdir. Hə, maraqlıdır. Ümumiyyətlə, son belə deyək ki, vaxtlar Xudu haqqında çox məlumatlar gedir, yalan məlumatlar gedir. Ümumiyyətlə, belə götürək ki, tarixi mənbələrdə Xudu haqqında yalnız tarixi fakt olaraq İkinci İraklinin nəvəsi 2. Teymuraz Gürcüstan tarixi əsərində yazır ki, Gürcüstanın qəhrəman oğlu Xudu-Borçalı. Bir cümlə yazır. Artıq bir şey yoxdur. Qalan bədii əsərlərdə var, müəyyən formalarda var, başqa əsərlər. Aspinsa döyüşündə iştirakı var. Lado Asatyan 27 yaşında öldü. Onun bir şeirində də var. Amma bunların hamısı bədii əsər, yazıçının təxəyyülüdür, uydurmasıdır. Amma bu söykənməlidir tarixi fakta. Tarixi fakta. Mən o vaxtların müəyyən mənbələrə çox baş vurmuşam. Bir Dodoşilev adlı bir müəllif var. O yazır ki, Xudu-Borçalı qala altında yaşayan, Gürcü dilini gözəl bilən Tatar ailəsindəndir. Ki verirsinmi? Gürcü dilini gözəl bilən. Sonra ben başqa əsərlərdə də var burada. Başqa əsərlərdə də var ki, bu adam tərcüməçilik edir. O Təhməzqulu ora ikinci belə deyək ki, Aleksandrın yanına onlar qaçanda bunlar Məngiz tərəfindən o tərəfə gedəndə povestimdə var. Onun hamısı tarixi faktlardır. Tırnaqda vermişəm onu. Mənbələrdən olduğu kimi götürmüşəm. Qaldı, yəni bu Tiflisdə olub. Belə, yəni bu fikrimi tam belə əhatə eləmək üçün da deyim ki, Yadgarov deyirlər. Ha, Təkəli belə gəldi, Təkəli elə getdi. Baba, bunlar Tiflisdə olublar. Orada İrakli onlara torpaq verib. O kürüstü, belə deyək, körpünün ətraflarını ona verib. O da orada da bir mülk salıb da, özü üçün yaylaq salıb. Və nədən indi belə deyək ki, bu general olub, bu birisi general olub, bu, orada harada məktəb var idi. Bax, bir sual olur. Bunlar ki, general olub, 18 general olub, Buran olub, Bəhmən olub. Onlar harada oxuyub? Bunlar Tiflisdə yaşayırlarmış. Bunları mən əsaslandırdım, elədim, bəziləri olaraq geri çəkildilər. Daha söz ola bilməzdi. Onlar hələ lap belə müəyyən bir şeydə qaldı bu, onlar əsasən Çar Rusiyasına xidmət edib. Bizə nə? Dəbər deyirlər, belə getdi Azərbaycanda. Mən də birini çıxartdım ki, Davud bəy müstəqil dövlətə satqınlıq edib. Ortaya qoydum. Səhif hardan başlayır? Demirəm, bu Gürcülər bir film çəkib. Ant kitabı. Orada bütün belə deyək ki, Gürcüstan tarixi orada səlnamə kimi öz əksini tapıb. Onda cavan oğlan yazır. Anzor Salukvazi yazır. Onun kitabı məndə var. Mən o kitabı da gedim tapdım. Onun kitabı da tapdım. Filmə də baxdım. Dəqiqə baxdım orada. Müəyyən şeylər, zadlar fərq var idi. Orada deməli, bu gedir, Həmid gəlir ki, güya Xudu-Borçalı orada işləyirmiş. Yox, yaxşı deyir ki, fəhlə işləyir, buna mənə pul lazımdır. O da pul kəsilmiş. Bu nə qədər gülməlidir. Valla bu uşağa desə inanmaz. Bunun nə atributu var? Bir halda ki, orada işləyirsə, o fəhlənin, o dövlətin atributudur. Əslində o da mən sətlər gətirirəm ki,
Orada deyir, oranın, şuradaki yazır ki nəsə orada falan Bəhməndir. Orada oranın böyüyü erməni olur. Malukiyan has erməni olur. Yəni bu səhif yazıb, indi bu səhifin ucundan tuturlar, orada deyirlər ki, hə, mənim babamdır. İndi deyirəm ki, hə, o bir də deyir, yadigar. Bu bir oğlan var, orada deyir, mənim qohumum, deyirəm o bala, o yaşlıdır kişi. Deyirəm, hasının bala, törəməzsən, heç olmuşsa dədənin, babanın adını demədən, biz bilək. Ay, sənin nə əlaqən var? Ölkənin yaşı yadigarsa, elə hamısı yadigar bir-birindən qohum mu olur? İndi yenidən qurma, mesela deyək ki, Şah Abbas məscidi var idi. İndi körpünün tikilmə bəhanəsi ilə uçuruldu. İz itdi, getdi. Yəni, belə şeylər, faktlar çoxdur. Vaxtilə 2. İrakli Fətəli xanın yanına göndərib Sadıq Yadigaroğlunu. Hə, Abbas Qulu ağa Bakıxanov yazır. Bax, əsas fikirə buna fikir verim. Gülüstan İrəmdə var. Mən onun səhifəsində vermişəm, orada orada yazır ki, onu göndərdi. O vaxtilə Çarın dudmanlarından olur. Dudman nədir? Ailəsinə yaxın, yəni ailə qohumluğu olan adamlar. İranın asıb kəsən vaxtlarında müsəlmanlığı götürüblər. Və müsəlman kimi gediblər. Belə. İrakliyə kimi? Mesela İraklinin babası 1. İrakli Nazaralı xan idi. Nazaralı xan. Yəni Xosrov Mirzə, Akil Xosrov Mirzə idi. Bütün o bir dövr gedir İranın tabiriyini hamısını böyüdürdü, yola sayırdı. Bu insanlar bircə İrakli qəbul eləmir. İrakli qəbul eləmir müsəlmanlığı. Niyə? Ona görə ki, yəni Nadir Şah da üstünə getmir. Çünki onunla beraber Hindistan'a hücum edəndə onu yanına aparır. Çox fədakarlıq edir. Qılınç vurur onunla beraber. Da üstünə getmir deyir. Götürməsin götürmə. Belə faktlar da var baba. Amma mən tarixi fakt deyirəm ki, bunlar tarixən Gürcü olur. Və sonradan Gürcüyə də çövüldülər. Zestavoyunda yaşayırlar. Mesela o soyadı Yadigarashvili Zestavoyunda yaşayır. Son vaxtlar Marulda bir gəlirdi komisarın vaxtında David Yadigarashvili. Hansın oğlu genel belə baş direktoruydu. Dəmir beton zavodunun direktoruydu. Orada işləyirdi. Və yəni Yadigarashvili gedirdi. Ümumiyyətlə sənətlərə baxanda bəzən üstümə hücum edirlər. Fərmanda Yadigarashvili gedir.